Və bu qapıdan daxil oluruq İmam Rıza əleyhissalamın hərəminə. Hal-hazırda İmam Rıza əleyhissalamın kompleksində Gövhərşad adında bir məsciddəyik. Bu məscidin çoxlu sirləri var, çoxlu mesajları var. Sizə oradakı minbər haqqında məlumat vermək istəyirəm. Bu minbər İmam Zaman əleyhissalamın adına adlanır. Yəni İmam Zaman minbəri hesab olunur. Və rəvayətlərə görə İmam Zaman əleyhissalam gəlib ora çıxacaq. Oradan üzü İmam Rıza əleyhissalamın hərəminə insanlara bir xütbə oxuyacaq. İslamın böyük alimlərindən hesab olunan Şeyx Bəhainin qəbrindəyik. Bu məşhur alim də İmam Rıza əleyhissalamın hərəminin yaxınlığında dəfn olunub. Bu alimin İslam elmlərlə yanaşı böyük dünyavi elmlər də olub. Astronomiya, fizika, riyaziyyat kimi, memarlıq kimi böyük dünyavi elmlərə sahib olub. Hətta deyirlər ki, Şeyx Bəhai bir şam ilə böyük bir hamamı qızdırıb. Bir çox İslam alimləri vəsiyyətlərində qəbirlərinin İmam Rıza əleyhissalamın zəvvarlarının ayaq altında olmasını vəsiyyət edirlər. Onlardan biri də bizim ustadımız, Hacı Rafailin ustadı Ayətullah Hikmətliyanın el arasında dədənin qəbridir ki, indi onu ziyarət edəcəyik. O düz İmam Rıza əleyhissalama tərəf gedən qapının ayaqlarının altındadır ki, insanlar gəlirlər, o insanın üzərindən keçərək İmam Rıza əleyhissalamı ziyarət edirlər. Və bu qapıdan daxil oluruq İmam Rıza əleyhissalamın hərəminə. Allah hər birimizə gəlib ziyarət eləməyi nəsib eləsin. Əssalamu aleyke ya Ali ibn Musa Rıza əl-Murtəza.